حسين وحسين وحسينا غريب وغريب وغريبا حسين وحسين وحسينا غريب وغريب وغريبا Bu günler değerli bir şəhidlərin birinin il dönümüdür. Yəni Hüseynçilər elə bu gündə Həzrəti Zeynəbin hərəmini neynirlər? Müdafiə edirlər. Sevinsevərlər o məktəbi yaşadıqlar canları ilə, ruhiyyələri ilə günümüzün də ən bariz Hüseynsevərləri bu gün Həzrəti Zeynəb sallallahu aleyhanın o hərəmini müdafiə edən, o hərəminin müdafiəçiləridir. Orada şəhid olmuş, dəyərli bir şəhiddir, əzizlərdən biridir. Yaşı 60-dan yuxarıdır, əhli təvazu idi. Çünki bu günlər həm də il dönümüdür. Bəndə də bu gün hələ oxuyanda bu xatirəsini, evdəki sonuncu gününün xatirəsini mən deyəgir. Çok müteessir oldum. Dedim bugün burada bu əzizlərlə bunu bölüşək olsun. Bu gecenin bir təbərrük. Bu əziz şəhid, xüsusi vurğulayıram, 60 yaşdan da yuxarı yaşı var. Hanım Zeynəb sallallahu aleyhanın hərəminin əziz müdafiəçilərindəndir. Canı ilə, ruhiyyəsi ilə qurucularından biridir. Evə dönür. Evə dönüb bir müddət sonra təzədən hərəmi qorumaq üçün yola düşməli olur. Bir neçə gün keçmişdi, elə bir təzə idi, bir neçə gün idi, 3 gün idi də. Ailəsi nəql edirdir, 12 yaşlı qızı deyir ki, atacan yenə gedirsən, deyirsən illərlə xidmət eləmisən, atacan yorulmamısan, bu yaşla, bu durumla, bu vəziyyətlə sən yorulmamısan. Baladır da, indi bir cür bəhanələr axtarır ki, atası getməsin. Şəhid bir dənə cümlə deyir, ailə üzvləri işdirlər bunu. Deyir, əgər geçsöz siz gözlərimizlə görsünüz orada nə baş verir. Geçsöz görsünüz hanım Zeynəb hərəmi nə qədər təhlükədədir. O şeyləri ki mən gözümlə görmüşsəm siz görsünüz, özünüz deyirsiniz getgidə. Gedir alimlərlə, müctehidlərlə, məraceylərlə görüşür, gəlir. Biraz da həmişəkindən tez gəlir evə. Soruşuruq, nə əcəb tez gəlmirsən? Deyir, biraz başım ağrıyır, ona görə gəlmişəm. Hanımı deyir, yeməyi bir yerdə yürük. Deyir, yeməyi yiyəndən sonra hamımıza evdə israr edir ki, gedin istirahət eləyin biraz və s. Deyir, biz istirahət eləyirdim, hanımı deyir. Düşündüm ki, bu ədir şəhid də istirahət eləyir də. Deyir, elə çıxanda mənə evdə dedilər ki, ata soyuducunu təmizləyir. Adam yola çıxır, şəhadət ərəfəsindədir. Bir neçə saatlıq evə gəlib, deyir, ana, ata soyuducunu təmizləyir. Gəlirik, ısrar edirik. Biz elə bilirik, elə bunlar elə göydən düşüb gedib şəhid olurlar. Yox, bunlar şəhadətə qabaq bir şəhadət halları var, durumları var, vəziyyətləri var, ruhiyyələri var. Bu o məntiqi nəticə də Allah hədiyyə edir bəzilərdə də ki, bu cür gedirlər. Bir çox mütəəssir oluruq, çünki biz bilirik ki, bu indi gedəcəyi fərqli bir ab-havalı vəziyyətdir. Gəl bir ağa, neynirsən? Atacan, neynirsən? Deyir, mənə xoşdur da, yəni. Deyir, oturur, çay içirik, o qum halvasında olur stolun üstündə, deyir, götürüb yiyəndə qızı deyir ki, ata, sənin şəkərin var, sən deyə yiyirsən onu. Deyir, qızına bir nəzər salır. Deyir, ata bu dəfə gedir şəhid olmağa. Qızı deyir ki, ata bəs şəhid olsun, mənə də şəfayət eləyəcəksən. Deyir, bəli, inşallah. Ki, bəzi nöqtələrdir, çox üstündə deyəmmıram. Deyir, danışır, qızım deyir, kövrəlir.
həyat yoldaşı deyir, dedim ki, hacı sən rozə deyirsən ha bizə. Sənin düdüklərin rozədir. Keçdim otağa, çantasını hazırlayanda gördüm ki, otağında bir değişiklik var. Səccadəsini yığışdırıb, kitablarını yığışdırıb, əbasını yığışdırıb, namaz üstə əba tarmışdır. Xalçasını yığışdırıb, təəccüb elədim. Çantasını açdım, bir hazırlamışdım da, gördüm, onun için yığmışdım ki ora cürbəcür şeyler, gördüm onları da boşaldı. Geldim dedim, ağa sen, hacı sen neyinirsən, sen bu çantonda bir şey yoktu. Sen lazım olmayacak, dedi yok. Bu defa tez qayıdacaq. Uşaqlarla da bir sağollaşdı ve 3 defa Kur'an altından geçti. Sonra bir de yaxınlaşdı. Dedim, ne oldu? Hiç ne demedi. Deyir, Smiley falan əhli də dör idi, deyir. İlk dəfə idi ki, mənə bir dənə mesaj da göndərdi ki, Xuda hafiz. 3 gün sonra hanım Zeynəb salamullah aleyhanın mübarək hərəminin müdafiəsində şəhid olur və vətənə dönür. Yəni Hüseyn eşqi budur. Bugün elə bu cür əzlərin birinin dilindən mütaliə elədim. Deyir, Hüseyn eşqi bir hala sala adamı, bunlar təkvirçi Vahabilər deyir, işgəncələr, ölüm ayağında bunlar eşqlərindən, Hüseynlərindən imtina edərlər, diləmirlər. Hüseyn eşqi mənə bir dənə eşqdir. Hüseyn eşqi yani bu.